müttəsildir. Çünki şitə-i kəlməsi, şitə burada həmzə, bu məddə aid olduğuna görə buna biz deyəcəyik məddi müttəsil. Məddi müttəsil 4 hərəkət miqdarında uzadılacaq. Sonra gəlir və sayif. Və sayif. Yə hərfi məddilin hərflər qrupuna aid olduğuna görə, yəni 4 hərəkət miqdarında uzada bilərik. Sonra fəlyə'budu. Burada du 2 səs miqdarında uzadılacaq. Çünki burada təbi mədli hərf var, zəf hərfi və ona görə də o 2 səs qədər uzadılacaq. Rabbə həzəl beyti. Hə burada 2 səs qədər uzadılacaq. Zə, baxmayaraq ki, zədən sonra həm əlif var, amma burada birləşdirici və həmzə işarəsi olduğuna görə zə uzanmayacaq və ləmə sıxılacaq. Həzəl beyt. Yə hərfi məddilin olduğuna görə və ayə sona yetdiyinə görə tənin altındakı kəsrə atılır və tənin üstünə sükun gəlir. Sonra